Salam dəyərli tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Hal-hazırda Təbriz şəhərində turizm adlı bir konfrans keçirilir və bu konfransda Əl-Mustafa Beynəlxalq Universiteti də iştirak edir. Əl-Mustafa Beynəlxalq Universitetinin tələbələri ilə bərabər Təbriz şəhərində olan universitetlərin də tələbələri bu konfransda vardır. يعني ما صرت دكتور بعد يعني ولكن الدكتوراه اقول لك Xatırladım ki, əziz dəyərli tamaşaçılar, Əl-Mustafa Beynəlxalq Universitetinin bəzi kitabları sərgidə nümayiş etdirilir. Xoşbəxtlikdən burada mənim də kitabım qoyulub. Dəyərli tamaşaçılar, onu da sizin nəzərinizə çatdırırım ki, bu konfrans beynəlxalq bir konfransdır. Hal-hazırda bir çox tələbələr, yəni İranda təhsil alan tələbələr Təbriz şəhərinə yığışıb və bu tələbələrin içərisində Konqa, Nigeriya, Rusiya, Azərbaycan, Türkiyə və digər ölkələrin tələbələri iştirak edirlər.